Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox gözəl naxışdır. Yəni toxunması da asandır. Bunu uşaq adyalına, papağa, nə istəsəz toxuya bilərsiniz. Uşaq adyalına daha yaxşıdır. Papağa da yaxşıdır. Belə bir düz üzü belədir. Arxa üzü də formadadır. Belə. Sapımdaki 100 qramlıq 250 metrəlik sapdır. Burada da ilməklər belə küt-küt yığılıb. Bunu da toxunması asandır. İndi bunun üçün belə bir milmi götürürəm. Sapımı yığıram üstünə. İlməkləri küt yığıram. Qısa formada yığacağım. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, ilməyi 16 küt ilməyi lazımdır. Bunu da yığım. 16 ilmək. Kesin. İndi mən rezinka toxuyan deyiləm bunu. Bu yüzden hamısını tərs toxuyuram. İlməkləri. Birincini də toxudum. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi tərs üzündən arxa tərəfdən bunu götürdüm birincini. Bu iki ilməyin ikisinin içindən bir ilmək çıxardım. Birini artırdım. Yenə çıxardım. 3, 4, 5, 6, 7, 8, 9 ilmək. Kim istəsə çox da çıxarda bilər. Adyal toxuyursa, papaq toxuyursa, qalın olmağını kim istəyirsə, o biraz çox da toxuya bilər. Onda bu ilməkləri gərək biraz boş eləyəsən ki, o 11 ilməyi onları çıxartmaq olsun içindən. Mən 9'unu çıxartmışam. Buradan 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmək çıxardım. İndi buradan da yenə bu iki ilməyin ikisinin içindən çıxardıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmək çıxardım. Yine buradan
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmek. Yine buradan iki ilmekleri 2 çıxardırıq. Bu 2, bu 3, bu 4, 5, 6, 7, 8, 9. Yine bu 2 ilmeği götürdüm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmek. Burada 2 ilmek kaldı. Bunu da çıkardırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmek. Kenardakini de ters dokudum. Şimdi düz üzündən birinci bu kənarı götürürəm. Bu ilməkləri 2 ilməkdən yığmışdıq da. 1, 2, 3, 4 ilmek. 4 ilmeği götürürəm buradan. 4'ün içindən bir ilmek çıxardıram. Belə. Bu yanda 5 ilmek kalır. Bu 5 ilmeği de 5'in içindən bir ilmek çıxardım. Bu formada belə bir nakış oldu. Yine de buradan 2, 3, 4. Bu 4 ilmeği götürdüm. 4'ün içindən bir ilmek çıxardıram. Bu tarafta da 5 ilmek kalır. Bu 5 ilmeğin de 5'inin içindən yine bir ilmek çıxardıram. Bütün ilmekleri bu formada bu tarafta kalanını da çıxardırıq. Yani burada 2 ilmek olur da. 2 ilmekten düzeltmiştik. 2 ilmek de kalır. Bu ilmekleri biraz boş eləmək lazımdır ki, belə çıxardanda asan olsun. Bu 5 ilməkdən də yenə birini çıxardıq. Yenə 2 ilmək oldu əvvəlki kimi. Burada 9 ilmek olub. 9 ilmeği 2 yere. 4'ün 1, 5'in de 1 götürürük.
Kənardakını da yenə tərs toxudum. Arxadan da bunları hamısını tərs toxuyuram. Buradan toxuyanda boş toxumaq lazımdır ki, sonra mənim kimi əziyyət çəkməyəsiniz. İlməkləri biraz boş buraxmaq lazımdır. Bir ilməyi içindən, 2 ilməyi bir yerdə götürürük, hamısının içindən 9 ilmək çıxır. Ona görə ilməklər sıxılaşır. Biraz boş götürmək lazımdır ki, toxuyanda biraz çətinlik çəkməyəsin. Kənarda toxudum, formada. İndi bu yüzden yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Birincini götürdüm, qalan ilməkləri boş toxuyuram, biraz tərs toxuyuram. İndi o yüzden yenə birincini götürürəm. Buradan. Bu 2 ilməyin ikisinin içindən yenə 9 ilmək çıxardıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu ilməkləri yenə hamısını 2-2 götürürük. 3, 4, 5, 6, 7, 8, 9 ilmək. Yenə ikisini də götürürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilmek. Yine her dəfə sayıram ki, bu ilməklərin sayı azalma, çoxalma olmasın. Yine 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Axırıncını da toxuyuram. Yenə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yenə kənarı da toxudum. Bunu hər sırada yox, indi bir sıradan bir iki dəfə toxuyuram. Ki bununla beraber olsun. İndi düz üzdən yenə
kənarı götürürəm. Bunu yenə də belə buradan ayırıram. 4'ün 1 eləyirəm, 5'in 1. Əvvəl 4 ilməyi götürürəm. Sonra da bu yerdə qalan 5 ilməyə də bu yüzden toxuyuram. Yenə də buradan 4 ilməni götürdüm. Bir dənə çıxardım. Burada 5 ilməkdən də yenə birini çıxardım. Belə. Üç, 4. İlməklərin sayı yenə əvvəlki kimi 2 olur. Belə. Yenə buradan götürürəm. 2, 3, 4 ilmek. İki, 3, 4. Burada 5 ilmek qalıb, bu 5'in də bu tərəfdən çıxardıram. Kənarı da tərs toxudum. Belə formada olur. Arxa tərəfdən indi hamısını tərs toxuyuram. İndi bir sıra da buradan düz toxuyuram, tərs toxuyuruq bu yüzden. Bu milə yığanda 2 ilməkdən onu arxa tərəfdən eləyirik. Sonra düz üzdə 2 yerə bölürük təzədən. Yenə də bu formada belə bir naxış alınır. Biraz çox toxuyandan sonra daha yaxşı görünür də naxış. Sağ olun. Gələn videomda görüşənə qədər.